Eee, heyvanların dilini bilmək üçün Süleyman peyğəmbər olmağa ehtiyac yoxdur. Bu isti günlərdə, ümumiyyətlə heyvanlar təbiətin bəzi çətin günlərində insanlara yaxınlaşırlar və görürsən ki, səslər çıxarırlar. Hətta zəlzələ, sel belə vaxtlarda da olub, möhkəm qışlaq deyək ki, günlərində, deyək ki, o buzlaq vaxtlarında, qarlı, qışlı, boranlı günlərdə və indi də yayın ən qızmar çağıdır. Görürsən ki, bəzən bir sahibsiz it, bir sahibsiz pişik gəlir və dayanmadan miyoldayır, səs çıxarır və bəzən insanlar bunu başa düşmürlər. Yəni, diqqət eləyəndə insan bilir ki, o heyvan acdır, susuzdur. Mən bəzi yerlərdə görmüşəm, görürsən ki, qapılarda müəyyən qablara su tökürlər, küçədən keçəndə görürsən ki, bəzən su tökürlər və heyvanlara qoyurlar ki, quşlar, küçədə olan hər hansı heyvanlar o sudan içsinlər. Hətta bir zamanlar bizim qorxduğumuz heyvanlar da ola bilər. Mən zarafat eləyirəm, uşaqlara deyirəm ki, hətta yırtıcı pələng bir zaman görürsən ki, təbiətin o qorxunc, deyək ki, çətinlikləri ilə üz-üzə qalanda bəzən insana sığına bilir. Hətta ilan, mən uşaqlıqda görmüşəm ki, ilanlar yayın istisində həyata gəlib su içərdilər və gedərdilər. Yəni, heyvanlara rəhm etmək lazımdır və dəfələrlə bunu biz müşahidə edirik ki, heyvanlar bunu bilirlər, bunu dərk edirlər ki, bəzi çıxılmaz hadisələrdə insanlara müraciət etmək lazımdır. Yəni, ən çox əlindən iş gələn bu şuurlu varlıq insan ola bilər. Biz də bunları başa düşək, heyvanları başa düşək. Məsələn, dünənləri bir pişik, baxın belə, qapıdan gəldi və ardıcıl miyoldayırdı. Uşaqlar oynamağa başladılar. Üzümüzə baxırdı, miyoldayırdı və mən məşğul idim. İçərdən gəldim, dedim ki, bəs uşaqlar, bu pişik nəsə deyir, nəsə ac da elə bil. Nəsə bir şey tapın, qoyun onun qabağına. Əlbəttə, elə də oldu. Yemək verdi, sonra su verdi. Yəni, heyvan çölün qızmarından gəlib pənah gətirmişdi, elə bil ki, evə. Nə yadıma düşdü? Söhbətin burasında nə yadıma düşdü? Qədim Şumer dastanlarında da var, Quran-ı Kərimdə də var və bütün bizdən öncəki dini kitablarda da, müqəddəs kitablarda var. Nuh Peyğəmbərin tufanı haqqında. Orada qeyd olunur ki, heyvanlar özləri gəldilər, Nuh Peyğəmbərin gəmisinə mindilər. Hətta təbiətdə bir-biri ilə yola gedə bilməyən heyvanlar gəldilər, Nuh Peyğəmbərin gəmisində yan-yana qaldılar. Baxın, bu hissdən mən onu hiss eləyirəm, bu hissdən ki, heyvanlarda belə bir hissiyat var. Məsələn, təsəvvür edin ki, dünyanı su basacaq, yəni fəlakət ümumbəşəri, ümumdünya bir qlobal fəlakəti hiss eləyirlər və onda deyək ki, biraz gülməli gəlir. Düşmənçiliklərin müəyyən qədər o heyvan şuursuzluqlarını qoyurlar kənara. Əslində heç də elə deyil, heyvanların da şuuru var, özlərinə məxsus şuura malikdirlər. Orada heyvanlar da mən deyirəm ki, onu hiss etmişdilər. Qlobal sel basmanı, o fəlakəti hiss etmişdilər və gəldilər. Gördülər, belə bir gəmi var. İndi təbii ki, Allahın da müdaxiləsi oldu. Orada ilahi bir təşviq də oldu ki, gəlib Nuh Peyğəmbərin hazırladığı gəmiyə özləri mindilər. Bu haqda film də çəkilib hətta. Məşhur Hollywood aktyoru Russell Crowe orada Nuh Peyğəmbərin rolunu ifa edib. Yəni, belə bir şeydir. Yəni, bir tövsiyələrdən biri də bu olardı ki, bu qızmar yay günlərində görsəniz ki, müəyyən bir heyvan sizə yaxınlaşıb, ardıcıl miyoldayır, səs çıxarır. Bilin ki, o nəsə umur sizdən. İstidir, havalar qızmar istidir. Görürsünüz ki, heyvan da yemək tapa bilmir, su tapa bilmir. Ona görə də heyvanlara rəhm edin, siz də bir şeylər onlara verin. Təbiətimiz həmişəki kimi, heyvanlar, təbiət, insanlar, hər şey öz yerində gözəl qalsın, hər şey öz yerində olsun.
Mənə öyrəşədir bu. Hmm. Mənim bir şeyim oldu. Ben